Salam, hər vaxtınız xeyir. Necəsiz? Bugün sizlərə çox dadlı, asan, həm də dietik bir salat təqdim edirəm. Salat Tbilisi Gülçin mətbəxindən ən sevdiyim salatlardan biridir. Demək bizə lazımdır 1 ədəd qırmızı soğanı nazik-nazik doğrayırıq. Sonra ona alma su tökürük. 2 qaşıq döydüm mən və bir kənara qoyuruq. Soğanlar biraz ölsün, biraz yumuşalsın. Ondan sonra renkli biberləri doğrayırıq. Yine nazik-nazik qovrulmuş qoz, onu da doğrayırıq. Balaca-balaca qaynadılmış mal əti, yine onu da doğrayırıq. Kişniş, bol-bol kişniş nə qədər çox olsa o qədər dadlı və ətirli olacaqdır. Onu da doğrayırıq. Salat hazırlayacağımız qaba əlavə eləyirik. Bütün ərzaqlarımızı bir diş və ya 2 diş zövqə görə sarımsaq, duz istiyor zövqə görə, bir də paprika vurdum mən. Qırmızı şirin biber, toz. Lobya, konservi lobya. Qızlar, mən bütün konservi məhsullarını hər zaman yuyuram, yoxsa salat tez qıcqırır yumasa. Və 3 yemək qaşığı duru yağ, mən zeytun yağı istifadə etdim. Günə baxan yağı da olar. Çox dadlıdır, sınayın.